Herkese salam. Bir önceki videoda qeyd etdiyim kimi sizə çiyin hərəkətləri göstərmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu hərəkətləri çiyinində hər hansı bir problem olan hər kəs edə bilər. Bu hərəkətlər hər hansı bir gözlə görünən hərəkət açığa çıxartmadan əzələləri işlətmək üçün işə yarayan hərəkətlərdir və çiynində bağ zədələnməsi olan və yaxud da hər hansı bir oynaq problemi olan hər bir kəs edə bilər. İndi isə hərəkətlərə keçirəm. Bu hərəkətlərin hamısını ev şəraitində çox rahatlıqla edə bilərsiniz. İlk hərəkətimizdə əlimizi yumruq halına gətirib qolumuzla divarı itəliyirik, belə deyim. Və bu hərəkəti etdikdə həm biləyimiz, həm də dirsəyimiz divara təmas etməlidir və 90 dərəcə açı ilə dayanmalıdır. Bu hərəkəti 3 set 15 dəfə təkrar edə bilərsiniz. Əgər divardan kənarlaşıb göstərəcək olsam, hərəkətin tam anlaşılır və aydın olması üçün bu şəkildə itəliyirsiniz qolunuzla. İkinci hərəkətimiz eyni bu şəkildə yenə qolumuzla, yumruğumuzla bu şəkildə yenə itəliyirik. Bu qolumda da göstərim. Bu hərəkətləri edərkən bədənimizi qabağa deyil, sadəcə qolumuzdan istifadə edərək itələməyə çalışaq ki, daha çox çiyin nahiyəmiz işləsin. Və eyni hərəkətin bu şəkildə olanını da edirik. Bu hərəkətlərin hər biri çiynimizdəki əzələlərin işləməsinə yarayır və heç bir hərəkət ortaya çıxmadığı üçün sizə ekstra ağrı vermir.